qardaşlara talaq barəsində və zövcələrə nəsiyyət edir. Niyə soruşmadın o? Talaq barəsində. Talaq məsələsi də qardaşlar üzücü bir məsələdir. Talaqın çoxalması artıq insan narahat edir. Müsəlmana ilk öncə zövcəni seçərkən lazımdır ki, bu seçimi doğru etsin. Seçimi şəriətə uyğun etsin. Rasulullah s.ə.v deyir ki, qadın 4 şeyə görə seçilir. Malına görə, nəslinə görə, gözəlliyinə görə, dininə görə. Bu 4 şey adətən yer üzündə olan inanc sahibləri. Məsələn, məcusilər gözəlliyini axtarır. Xristiyanlar pul axtarır, mal axtarır. Yahudilər isə nəsil kök. Müsəlmanlar din axtarır. Rasulullah s.ə.v deyir ki, din sahibini seçkinə və rahat ol ginə. Çünki din sahibini seçdiyi zaman ortada olan hər ixtilafı, onun inandığı, sənin inandığın kitabla, sünnətlə çözə bilirsən. Rahat olur məsələ. Hər kəs haqdan, hüquqdan fikirləşir, zülümdən qorxur və xoşbəxt həyat yaşayırsan. Deməli, birinci seçərkən buna fikir verginə. İkincisi, evləndikdən sonra sənin işin, gücün olmasın ki, qadını güdmək, hər işinə qarışmaq. Yəni, bəzi kişilərdə bizdə ləhcənin həfcilik deyirlər. Hər şeyə qarışır. Yeməyin duzuna da qarışır. Qadın bir iş görəndə gedib başının üstə durur. Belə olmaz. Kişi birincisi belə olmasın. Yəni, boşanmanın səbəbləri var. Bəzən kişi tərəfdə var, bəzən qadın tərəfdə. Ən mühim odur ki, boşanma nəticəsi ortaya çıxdığınız zaman tələsməyin boşamağa, talaq kəlməsini işlətməyə tələsməyin. İlk öncə oturun, o əgər əsəbləşmişsənsə, boşamaq istəyirsənsə, deyirsənsə ki, biz tutuşmuruq, razılaşmırıq, fikirlərimiz müxtəlifdir və mən xoşbəxt ola bilmirəm. Bu şeyləri artıq düşünməyə başladınsa, qərarı verməzdən qabaq bunun səbəblərini qeyd elə. Nəyə görə belə olur? Və hansının səbəbi nədir? Sonra getginə, elm əhlindən, qardaşlardan, ağsaqqallardan get tövsiyə al ginə. Görsə, ilac göstərsinlər, yol göstərsinlər. Və yoxsa bir qərara, bir əsəbləşdin, bir nəsə hadisi oldu, qalmaqal oldu, söz söhbət oldu, tələsmə boşadım deməyə. Çünki əksər boşayan insanların halı nədir? Sonra peşman olurlar. Sonra gəlirlər, qardaş, mən boşamışam, 3 dəfə qaytara bilərəm. Qardaş, mən əsəbləşmişəm, mən özümdə olmamışam. Sən bu şeyləri, qardaşım, əvvəldən, sən bunu soruşmazdan qabaq soruşaydın ki, mən belə oluram, mən nə edeyim? Boşamaq ailə həyatının sonudur bu, son mərhələdir. Yəni, sən şərii yolların hamısını yoxladıqdan sonra, etdikdən sonra ilac yoxdursa, biz sademirik ki, əzab çəkinə. Sonunda boşa bilərsən, lakin şəriətin qərarı ilə. Səhlənkarlıq eləməyin. Ona görə mən həm bacılara, həm qardaşlara tövsiyə edirəm ki, bir-birinin üzərinə düşən haqları öyrənsinlər. And içirəm Allaha vallahi. Əgər qadın da, kişi də, hər ikisi özü bir-birlərinin haqqını əda etməyə çalışsalar, onlar çox xoşbəxt həyat yaşayacaqlar. Haqlar tapdalandığı üçün bu şeylər ortaya çıxır. Ona görə mən bunu xüsusi olaraq nə boşanmaq məsələsində, nə fərdi şəkildə qadını qıramıram, nə kişini. Bu şey müştərəkdir. Hər ikisinə tövsiyə edirəm ki, xatalarını düzəltsinlər. İxlasla.com saytı tərəfindən təqdim olundu.